Qurana əsasən Allahın neçə dənə öz tərəfindən elm verildiyi, vəzifələndirildiyi şəxslər var ki, yer üzərində gəzirlər, dolaşırlar, lakin insanlar onları tanımır. Həzrət Əli əleyhissalam İmam Zamanın qeyb dövründəki vəziyyətin bəyan eləyir. Əlinin sözü ki, haqdır. Buyurur, Fəvərrabbi Əli, əvvəl and içir Həzrət Əli əleyhissalam, and olsun Əlinin Rəbbinə, İnnə hüccətuhə əleyhə qaimətun məşiyyətun fi turuqihə. Şübhəsiz Allahın hüccəti yer üzərində, insanların başı üzərindədir. Onların arasında, onların yollarında gəzir, dolaşır, addımlayır. Daxilətun fi durihə və qusurihə. Onların evlərinə, saraylarına daxil olur. Qeybdə olan hüccət, imam. Cəvvələtun fi şərqi həzihil ərdi və qərbihə. Yer üzünün şərqində və qərbində gəzib dolaşır. Təsmə'ul kəlam və tüsəllimu aləl cəmaə. Danışılan sözləri eşidir qeybdə olan imam. Və tüsəllimu aləl cəmaə. İnsanlara salam verir. Təra, onları görür. Və la tura, lakin onlar onu görmür. Nə zamanacan iləl vəqti. Allahın zuhur vədəsi gerçəkləşənə qədər bu proses İmam Əli əleyhissalam buyurur, bu cürdə davam eləyəcək. İnsanlar arasında gəzəcək, dolaşacaq. Həzrət İmam Zamanın misalı Həzrət Yusuf əleyhissalamın misalı kimidir. Yusuf əleyhissalam insanlar içərisində gəzirdi, dolaşırdı. Lakin onun peyğəmbər olduğunu bilmirdilər. Öz qardaşları belə onun Yusuf olduğunu tanımadan onunla söhbət eləyirdilər. Buyurur, İmam Zaman bu cür insanlar arasında gəzir, dolaşır. Lakin insanlar onu tanımırlar.